Salam müəllimələr, hər vaxtınız xeyir olsun. Bağça müəllimlərinin müsahibə hazırlığı üçün psixoloji testlərin 80 sualının izahı göndərilmişdi, verilmişdi. İndi isə gəlin davam edək. 81-ci sualımıza baxaq. Deməli, 81. STEAM haqqında nə deyə bilərsiniz? Biz STEAM haqqında izah qrupa göndərilib. İndi isə gəlin ətraflı şəkildə, bir də daha doğrusu qısa şəkildə izahını verək. Ətraflı şəkildə izahı göndərilib. STEAM nədir? Bilirsiniz ki, STEAM bir öyrətmə metodudur, bir təhsil metodudur. Və STEAM sözünün mən izahda da bunu qeyd etmişəm ki, hər hansı bir başqa bir anlamı və yaxud da mənası yoxdur. Sadəcə olaraq həmin S, T, E, A, M həmin hərflərin izahı verilməlidir ki, baş hərflərinin mənası nədir? S hərfi elm deməkdir. Təbiət elmləri, məsələn, fizika, kimya, biologiya haqqında öyrənilən elmdir. T texnolojidir, yəni texnologiya, rəqəmsal savadlılıq, planşet, telefon, kompüter, onları bir-birindən ayırmağı bacarmaqdır. E hərfi injineringdir, yəni mühəndislikdir, texnoloji vasitələrin hazırlanmasıdır. A hərfi art incəsənət, yəni effektli dizaynın həyata keçirilməsidir. M hərfi isə mac, yəni riyaziyyat, ölçmə və hesablama anlayışını uşaqlarda formalaşdırmaqdır. Keçək 82-ci sualımıza. Smart haqqında nə deyə bilərsiniz? Smartın da eyni zamanda YouTube izahı var. Həm PDF formasında sizə göndərmişəm sizlərə, qruplara paylaşım edilib Smart haqqında. Gəlin yenə də. Smart da bir öyrətmə metodudur və Smart sözünün də ayrıca bir belə deyək funksiyası, vəzifəsi və yaxud da hər hansı bir termin deyil. Sadəcə olaraq Smart sözünün baş hərfləri bizim üçün lazımlıdır ki, nə deməkdir? S spesifik, dəqiq olmalıdır, yəni aydın formada ifadə olunmalıdır öyrətdiyimiz və onların öyrəndikləri. M misrubation'dır, yəni bu deməkdir ki, ölçülə bilən, qiymətləndirilə bilən olmalıdır. Sonra A hərfi achievable, əldə oluna bilən, nə asan olmasın, nə də çox çətin olmasın. Əldə oluna bilən olsun həmin təlim və tərbiyə. R realistik olmalıdır, yəni real imkan, resurslar, realistik olmalıdır. Yəni əyani vəsaitlər açıq, real şəkildə olmalıdır. T isə time, vaxtdır, müddətdir, bunların nəzərə alınmasıdır. 84-cü, yenə də deyirəm, STEAM-dır, Smart-dır, valideyn tipləridir, temperamentlərdir, intellektlərdir. Bunların hər birinin izahları sizlərə göndərilib geniş şəkildə. 84-cü sualımıza baxırıq. Psixologiyaya əsasən valideyn tipləri hansılardır və hər biri ilə necə davranış tərənnüm etmək olar? Valideyn tipləri müəllimələr göndərilib qrupa. Demək, valideyn tipləri hansılardır? Liberal valideyn var, avtoritar valideyn, demokratik valideyn, xaotik valideyn. Hər birinin də özünün ayrı-ayrı xüsusiyyətləri var. Hər bir valideynin öz xasiyyətinə uyğun şəkildə verilən bir növlərdir. Hər birində də onlara uyğun şəkildə davranmaq lazımdır. Məsələn, avtoritar valideyn belədir ki, dediyimin üzərinə söz deyilməyəcək. Yəni, mənim dediyim hər hansı bir ifadə və yaxud da cümlə müzakirə olunmayacaq. Burada da tamam, qəbul etmirik, amma ona uyğun şəkildə hərəkət etmək lazımdır bir müəllimə olaraq. Yəni, məsələn, hətta biz deyirik ki, bax, bütün valideynlər təhsilli deyil, bütün valideynlər eyni düşüncəyə malik deyil, amma biz bacardıqca onları başa düşməliyik, onları anlamalıyıq. Liberal valideyn, indi demək olar ki, bir 90% valideyn, 95% valideyndir ki, uşaq sevinsin deyə, yəni, nə lazımdır, əlimizdən gələni edirik, yəni, razı oluruq, belə deyək. Üçüncü, xaotik valideyndir. Xaotik valideyn belə valideyndir ki, uşaq valideynlə danışmaq istəyir, amma valideyn ona qulaq asmır, onu eşitmir. Bu, uşaq üçün ümumiyyətcə belə olması maraqsızdır. Yəni, uşaq üçün tamamilə belə deyək ki, diqqətsizlik olur, diqqət dağınıqlığı olur həmin uşaqlarda. Bax, bu xaotik valideyndir. Demokratik valideyn isə artıq demokratik valideyn olması gərəkən valideyn tipidir. Yəni, əgər uşaq nəyisə yaxşı bir iş görürsə onu mükafatlandıran, mənfi bir iş görürsə onu cəzalandıran bir valideyndir. Hər birinə də özlərinə uyğun şəkildə davranaram. Belə bir cavab verəcəyik. 85-ci sualımıza baxaq. Siz hansı temperamentə uyğunsunuz? Özünüzə hansı temperamentdə görürsünüz?
Temperament nədir? Temperament bir xüsusiyyətdir. Temperament bir xasiyyətdir. Temperament haqqında da sizlərə məlumat göndərilib. Deməli, biz bilirik ki, temperamentin 4 növü var. Sanguinik temperament, xolerik temperament, flegmatik temperament və melanxolik temperament. Bax, siz deyir hansı temperamentə maliksiniz? Demək, xolerik temperament belə deyək də hövsələsizdir. Yəni tez nəysə bir hadisə baş verəndə tez reaksiya verəndə. Bax, xolerik temperamentə malik olan insanlar belədir. Yəni səbirsiz, ondan sonra bir balaca inadkardır eyni zamanda. Yəni tez özündən çıxan belə bir temperamentə aiddir. Sanguinik temperament isə diribaş olurlar, hərəkətli olurlar, tələsirlər. Ondan sonra oturaq iş ümumiyyətcə onlarlıq deyil. Yəni sanguinik temperamentə malik olan insanlar üçün deyil, hiperaktiv insanlardır, bədən kinestetik insanlardır. Flegmatik insanlar isə qara dinməz, sakit olurlar, təmkinli olurlar, səbirli olurlar. Onlar söhbətçil deyil. Onlar yəni çox çətinliklə hər hansı bir söhbət olduğu zaman çox çətinliklə söhbətə qarışırlar. Belə insanlardır. Flegmatik temperamentə malik olan insanlar. Melanxolik insanlar isə sakit deyib sakit deyil. Yəni danışan gülən deyib danışan gülən də deyil. Amma çox həssasdılar. Tez ağlayandılar, tez kövrələndilər. Hər hansı bir hadisə baş verəndə onlar üçün mənfi olan bunu unuda bilmirlər. Yəni dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, pis olurlar, yüz ölçüb bir biçirlər. Bax, melanxolik belə deyək temperamentə malik olan insanlar isə belə insanlardır. İndi soruşur ki, siz hansı temperamentə aidsiniz? İndi bir dənə flegmatiki deməyin, çünki bu bağça müəlliməsinə yaraşmaz flegmatik, qara dinməz olmaq. Amma məsələn, danışıb gülən, ondan sonra diribaş, hərəkətli, hiperaktiv, yəni sanguinik deyə bilərsiniz. Aha, sonra keçək 86-cı sualımıza. Hansı intellektə sahibsiniz və hansı intellektə sahib olan uşaqlarla işləmək daha çətindir? İntellekt Gardnerin intellektləri. Bilirsiniz bunda müəllimələr. Bədən kinestetik, məkan vizual, məntiqi riyazi, ondan sonra şəxslər arası, fərd daxili, bədən kinestetik və verbal lingvistik, naturalist. Bax, belə bunlardır, yəni Gardnerin intellektləri. Soruşur ki, siz hansı intellektə sahibsiniz? Şəxslər arasını mütləq deyin. Fərd daxilində deməyin ümumiyyətcə, şəxslər arasından sonra bütün intellektlər deyə bilərsiniz. Musiqi ritmli, təbii ki, bağça müəlliməsində bütün intellektlər olmalıdır bir bağça müəlliməsində. Deyə bilərsiniz ki, ünsiyyətçiləm, şəxslər arası intellektə sahibəm, düşünərək nəyisə həyata keçirməyi bacarıram, yaradıcılıq, yəni kreativ bacarığım var. Bu nədir? Bu olacaq məntiqi riyazi intellekt, rəsm çəkməyi bacarıram, məkan vizual intellekt, rəqs edərək uşaqları şənləndirə bilərəm. Bu bədən kinestetik, yəni hərəkətlilikdir. Bax, bütün bunları nümunə göstərə bilərsiniz. İndi kim hansı intellektə sahibdirsə, təbii ki, bəziləri istisna olmaqla, necə ki, dedik ki, temperamentlərdən flegmatiki demirik, intellektlərdən də fərd daxili intellekti deməyəcəyik. Aha, 87-ci sualımıza baxırıq. Uşaqların dilinə daha yaxşı nüfuz etmək üçün hansı tədbirləri görmək ən effektivdir? Uşaqların dilinə daha yaxşı nüfuz etmək üçün təbii ki, burada kommunikativ bacarığımızdan istifadə etmək lazımdır və biz yəni uşaqlarla ilk öncə diaqnostik qiymətləndirmə aparırıq. Diaqnostik qiymətləndirmə apararkən onda olan müxtəlif situasiyaları və yaxud da maraq və meyillərini bilirik, biləcəyik və ona uyğun şəkildə davranaraq onunla effektiv şəkildə ünsiyyət quraram. 88-ci sualımız. Uşaqların ruhi və psixoloji inkişafını dəstəkləmək üçün hansı effektiv təlim metodlarını seçərsiniz? Ruhi və psixoloji inkişaf onlarla söhbətdir, onlarla ünsiyyətdir, onlarla əməkdaşlıq etməkdir. Ruhi və psixoloji söhbətdə ümumiyyətcə birinci növbədə güşələrin düzgün şəkildə yaradılmasıdır. Onlara bütün uşaqların birlikdə burada bir növ inklusiv təhsil özünü göstərir ki, sağlamlıq imkanı məhdud olan uşaqlardan gedir söhbət bir növ və onların da digər uşaqlarla bərabər təhsil almaq imkanının yaradılmasıdır. Yəni güşələrin düzgün şəkildə yaradılmasıdır, meyl maraqlarının burada da nəzərə alınmasıdır, onlara diferensial yanaşılmasıdır. Bütün bunları nümunə gətirə bilərik. 89-cu sualımıza baxırıq.
Uşaqların münaqişə və ya qarşı durma anlarında onlara sakitlik və təsəlli verərək necə kömək edərsiniz? Burada söhbət nədən gedir? Burada söhbət konfliktlərin həllindən gedir. Onlara yaxınlaşaram, bunun səbəbini öyrənərəm və digər uşaqları da dindirərəm və hansısa əgər səhv yoldadırsa ona yol göstərərəm. Həm fərdi şəkildə onunla söhbət apararam, həm də kollektiv şəkildə və sonda mütləq barışdırma olmalıdır. 90-cı sualımıza baxırıq. Tərbiyəçilik fəlsəfəsi haqqında nə deyə bilərsiniz? Tərbiyəçilik fəlsəfəsi deyəndə təbii ki, bağçadan söhbət gedir və məktəbəqədər təhsil müəssisəsinin fəlsəfəsindən gedir söhbət. İlk öncə bunu deyə bilərik ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsidir və fərdin, cəmiyyətin, dövlətin maraqlarını nəzərə alaraq həyata keçirilən təhsil müəssisəsi, yəni ilk təhsilin ilk pilləsidir. Və burada uşaqların meyl marağını, potensial imkanlarını nəzərə almaq lazımdır. Tərbiyəçi müəllim varisliyi qorunmalıdır. Bu fəlsəfədə var ki, sadədən mürəkkəbə doğru getməlidir və sadəni öyrətməliyik uşaqlara, sonra mürəkkəbə doğru getməliyik. Tərbiyəçilik fəlsəfəsində tərbiyəçinin bacarıqları var, etik davranış qaydaları var, didaktik prinsiplərin, pedaqoji prinsiplərin həyata keçirilməsi var və s. 91-ci sualımıza baxırıq. Oyunun uşaqlar üçün əhəmiyyəti nədir və gün rejimində oyunun rolu nədən ibarətdir? Bunu dəfələrlə demişik, bunu çox demişik. Oyun sevincli emosiyaların qaynağıdır. Oyunsuz uşağı təsəvvür etmək mümkün deyil. 4 saat, yarım 5 saat gün rejimində vaxt, yəni oyuna verilir. Oyun hər şeydir. Psixi proseslərin inkişafıdır. Oyun bütün, belə deyək ki, təlim, tərbiyənin, təhsilin inkişafıdır. Ümumilikdə oyun uşaqlar üçün hər şeydir və gün rejiminə də əsas yeri oyunlar tutur. Oyunsuz uşaqları təsəvvür etmək mümkün deyil. 92-ci sualımıza baxırıq. Oyuncağın tərtibatı necə olmalıdır və hansı növ oyuncaqlara üstünlük vermək daha məqsədə uyğundur? Təbii ki, oyuncaq seçərkən onlara psixoloji mənfi təsir göstərəcək oyuncaqlardan qətiyyən istifadə etmirik və çox-çox uzaq qalırıq. Oyuncaq zərərsiz olmalıdır, oyuncaq ziyansız olmalıdır, oyuncaq yumuşaq olmalıdır, göz oxşayan olmalıdır. Oyuncaq, belə deyək, onlara yenə də deyirəm, mənfi hər hansı bir, əgər emosiya verəcəksə, həmin oyuncaqlar olmamalıdır. Yəni, öyrədici, təlimləşdirici xarakter daşımalıdır. Məşğələyə uyğun şəkildə oyuncaqlardan istifadə olunması daha məqsədə uyğundur. Bax, belə oyuncaqlardan istifadə olunmalıdır. 93-cü sualımıza baxırıq. Bağçada uşaqlarla birlikdəsiniz. Qarşınızdakı bir uşaq yoldaşının əlindəki bir almanı görüb, ona baxaraq ağlayır və digər uşaq almanı onunla bölüşmək istəmir. Bu zaman nə etməlisiniz? Almadır, şirniyyatdır, meyvədir, olmaz. Yəni, buna icazə vermək olmaz ki, uşaq evdən gətirsin və yaxud da uşaqların yanında, yəni söhbət bundan gedir. Ki, uşaqların yanında onu yesin, onsuz da ki, deyə bilərsiniz ki, bağçada onsuz da ki, meyvə saatı olur, yemək saatı olur, rejimə uyğun şəkildə. Məşğələ müddətində uşaq almanı yemək buna icazə vermək olmaz. Bu gün rejiminin pozulması deməkdir. Eyni zamanda uşaq evdən gətirən hər hansı bir şirniyyatı, meyvəni yeyirsə, digər uşaqlar da bunu istəyə bilər. Bu düzgün bir xüsusiyyət deyil və çalışaram ki, belə bir hal baş verməsin ümumiyyətcə. Əgər birdən olar ki, bir göz qırpımında, belə deyək də, uşağın əlinə alma keçər ya necəsə, onu mütləq şəkildə bölmək lazımdır. Bütün uşaqlara onu vermək lazımdır, az-az da olsa. 94-cü sualımıza baxırıq. Bağçada bütün uşaqlar oyun oynayır. Uşaqlardan biri isə yalnız təklik güşələrinə çəkilir və bu zaman tərbiyəçi nə etməlidir? Burada söhbət nədən gedir? Burada söhbət fərd daxili intellektdən gedir. Yəni, özünə qapanan uşaqdır, sakit uşaqdır da bir növ. Onu da cəmiyyətə qatmaq lazımdır. Ona gəlin onun istiqamətində yaxınlaşaq. Ona gəlin onun sevdiyi oyunlardan istifadə edək ki, o da uşaqlarla birlikdə oyun oynasın. Uşağın meyl marağı, təbii ki, mənim üçün əsas önəmli olan onun meyl marağıdır deyəcəksiniz. Və uşağa yaxınlaşaram, necə oyun oynamaq istədiyini, bax, yoldaşlarınla hansı oyunları oynasan sənin üçün xoş olar deyərək o istiqamətdə uşağı da digər uşaqlara qataraq sosiallaşmanı təmin etməyə çalışaram. 95-ci sualımıza baxırıq. Səhər saat 10:00-da bağçada uşaqlar üçün bir fəaliyyət təşkil olunub. Uşaqların yarısı hazırdır və gəlib, digər uşaqlar isə gecikib. Siz bağçadakı uşaqların gecikməsinin səbəbini öyrənmək və fəaliyyəti bütün uşaqların iştirakı ilə davam etdirmək üçün nə edərsiniz? Demək, saat 10:00-dur və məşğələ başlamalıdır, yəni daha doğrusu fəaliyyət başlamalıdır, istər idman dəqiqələri olsun, amma uşaqların ən önəmli bir məsələ haqqında danışmalıyam uşaqlara, amma uşaqların çoxu və yaxud da yarısı gəlməyib.
Ümumiyyətcə, valideynlərlə əməkdaşlıq edərkən gün rejimi haqqında valideynlərə məlumat vermək lazımdır ki, bağçanın başlama və bitmə müddəti var. Həmin vaxtda uşaqlar mütləq bağçada olmalıdır ki, uşaqların hər birinə həmin məlumat düzgün şəkildə çatdırılsın, tədris fəaliyyəti düzgün şəkildə verilsin. Əgər belə bir hal baş veribdirsə də uşaqları gözləmək lazımdır. Çünki bəzi uşaqlara bu məlumat və yaxud da tədris məşğələsi keçirilsin, bəzilərinə olmaz. Yəni heç olmasa bir 5 dəqiqə, 10-15 dəqiqə uşaqları gözləmək lazımdır. Belə bir cavab verə bilərsiniz. Yəni gözləyərəm uşaqları hamısı yığılsın, amma mütləq deyirik ki, çalışaram ki, belə bir hal baş verməsin. Yəni valideynlərlə əməkdaşlıq zamanı gün rejimindən onlara bəhs edərəm. 96-cı sualımıza baxırıq. Bağçaya yeni gələn uşağın anası hər gələndə uşaq ilə birlikdə hər hansı bir əşya da gətirir. Görünür, o bu əşyanın uşaq üçün vacib olduğunu düşünür. Bu vəziyyətdə tərbiyəçinin belə valideynlər ilə hansı söhbətlər aparması doğrudur? Bu da olmaz, müəllimələr. Yəni, belə deyək ki, bağçaya hər hansı bir oyuncağın gətirilməsidir və yaxud da istifadə olunmasıdır. Bu da yəni doğru bir hal deyil. Yəni, valideynlə söhbət apararam ki, onsuz da ki, bağçamızda yetəri qədər əyani vəsaitlər var. Yəni, hər hansı bir əşyanın bağçaya gəlməsinə ehtiyac yoxdur. Yəni, belə bir söhbət aparmaq olar ki, yəni, ya əşyadır, ya yeyəcəkdir, qidadır, meyvədir, şirniyyatdır. Yəni, bunların bağçaya gətirilməsi düzgün deyil. Yəni, bunu sadəcə olaraq valideynə söhbət əsnasında deyərəm. Məsələn, uşaqlar birlikdə oynayarkən həmin əşya qırıla bilər. Yəni, nəysə bir ola bilər ki, uşaq bu zaman daha çox inciyər, daha çox pis olar da. Ona görə də olmaz ki, əşyanı bağçaya gətirsin. 97-ci sualımıza baxırıq. Bağçada bir uşaq oyun oynayarkən itmiş olduğu bir əşyasını axtarıb tapa bilmir. Səs-küy yaranmasın və uşağın ağlamaması üçün nə etmək lazımdır? Burada gözəl bir oyun təşkil etmək olar. İtmiş əşyaların tapılması. Özümüzdən bir ad qoyduq. Yəni, belə deyə bilərsiniz cavabda müsahibə sualı kimi verilsə ki, özümdən bir oyun təşkil edərəm, itən əşyanın tapılması və uşaqla bərabər o qədər maraqlı şəkildə o əşyanı axtararam ki, artıq həm əşya tapılacaq, həm uşaq səs-küy salmayacaq, həm uşaq ağlamayacaq, həm də digər uşaqlar, mən onun əşyasını axtaran əsnada digər uşaqlar, yəni belə deyək ki, bir-birinə qarışmayacaq, yəni səs-küy olmayacaq, çoxalmayacaq və hamı əşyanı birlikdə axtarıb taparaq, həm də hər hansı bir fəaliyyəti yerinə yetirmiş kimi sonunda da onları mükafatlandıraram. 98-ci sualımıza baxırıq. Gün rejiminin uşaqlar üçün faydası nədir? Gün rejimi ən əsas bir komponentdir, ən əsas bir işdir. Rejimsiz uşaq yəni nə sağlam olmaz, nə möhkəm orqanizmə sahib olmaz, nə belə deyək ki, düzgün şəkildə fəaliyyəti, düzgün şəkildə böyüməsi olmaz. Gün rejiminin faydası nədir deyəndə onun komponentlərinin adlarını çəkərək müəllimələr bir-bir faydasından danışa bilərsiniz. Gün rejiminin komponentləri yuxudur. Yuxu bütün sinir fəaliyyətinin, fizioloji funksiyalarının tam şəkildə bərpası üçün ən gözəl vasitəçi növdür. Ondan sonra yuxudan sonra gəzintidir, ultrabənövşəyi şüa çatışmazlığının qarşısı alınır, onların yorğunluğu bərpa olunur gəzinti zamanı. Tədris məşğələsi də öyrənmədir, təlimdir, təhsildir. Tədris məşğələsiz bağça heç nədir, belə deyək. Oyun sevincli emosiyaların qaynağıdır. 4 saat, yarım 5 saat oyun keçirilir. Oyun tətbiq etmə mərhələsinin əsas vasitəçisidir ki, oyunlar vasitəsilə uşaqlar tətbiq etmə mərhələsini həyata keçirirlər. Ondan sonra qidadır, sağlam orqanizm. Yəni qida normal qidalanan uşaq təbii ki, sağlam olacaq. Normal qidalanan uşağın orqanizmi də və gigiyena qaydalarına əməl edəcək. Bütün bunları nümunə göstərmək olar. 99-cu sualımıza baxırıq. Əgər uşaq bağçasına səliqəsiz geyimdə və uzun, çirkli dırnaqlarla gəlirsə, mühüm olan səmimi və anlayışlı bir yanaşma üçün nələri məsləhət görərsiniz? Uşaq səliqəsiz gəlirsə, uşaq uzun dırnaqlarla və yaxud da kirli gəlirsə, bağça uşağıdır. Uşağın heç bir günahı yoxdur, valideyn məsuliyyətsizliyidir. Bunun üçün də doğru deyil ki, sırf, məsələn, tutaq ki, belə deyək, Aysel bugün bağçaya dırnaqları kirli və yaxud da üstü başı təmiz olmayaraq gəlirsə, natəmiz gəlirsə, onun heç bir günahı yoxdur, valideyninədir günah. Amma mən gedib Ayselin valideyninə demərəm ki, məsələn, Aysel belədir, yəni bu formada gəlir, gəlməsin, olmaz.
Yəni belə demək olmaz. Ümumi şəkildə iclas təşkil edərək gigiyena qaydaları haqqında məlumat vermək olar. Bax, bura təhsil müəssisəsidir və biz uşaqların sağlam qalması üçün əlimizdən gələni edirik və sizin əməkdaşlığa ehtiyacımız var. Gəlin gigiyena qaydalarına əməl edək. Gəlin uşaqların üstünə, paltarına, geyiminə, dırnaqlarına, qulaqlarına hər tərəfli diqqət edək. Bax, belə bir söhbət aparacağıq və inanırıq ki, təbii ki, valideyn də bunu başa düşəcək və bu məsuliyyətsizliyi aradan qaldıracaq. 100-cü sonuncu sualımız. Gündüz bağçada yatmayan uşaqla və eyni zamanda oyuncağı və yaxud da hər hansı bir əşya ilə yatmaq istəyən uşaqla necə davranmaq lazımdır? Gündüz bağçada yatmaq istəməyən uşaq ola bilər. Çoxdur, olur belə hallar. Və yaxud da əşyası ilə yatmaq istəyən uşaq olur. Amma bunu aradan qaldırmaq təbii ki, biz müəllimlərin üzərinə düşən bir vəzifədən biridir. Yatmaq istəmir, ona hər hansı bir nağıllar danışa bilərik. Və yaxud da daha məsələn onun yatması üçün yatmaq istəməyən bir uşağı əvvəlcədən maraqlı oyunlar təşkil edərək onu yormaq da doğru bir variantdır ki, onu yoraraq, yəni ki, uşaqlar yatsın da yorulsun, yuxuya düşsün. Yenə də yatmaq istəmirsə, onu məsələn yenə də deyirəm, bir hekayədir, nağıldır, danışaraq uşağın yatmasına kömək etmək olar. Bir də oyuncağı ilə yatırsa ona izah etmək olar ki, bax oyuncaqlar nə üçündür? Oyuncaqlar oynamaq üçündür. Yəni biz oyuncaqlarla birlikdə yatmırıq. Biz yatıb qalxırıq və oyuncağımız bizi gözləyir. Biz onunla oynamaq üçün yatmalıyıq və bizim əllərimiz, ayaqlarımız o qədər oyun oynamışıq ki, yorulub. Ona görə də bizim yorğunluğumuzun çıxması üçün, əllərimizin, ayaqlarımızın, barmaqlarımızın dincəlməsi üçün biz yatmalıyıq və oyuncağımızı kənara qoyuruq. O bizim yatıb durub oynamağımızı gözləyəcək. Onunla oynamağımızı gözləyəcək və daha sonra isə uşaq təbii ki, bu kommunikativ bacarıqla, yəni bu səmimi ünsiyyətdən sonra, səmimi söhbətdən sonra yatacağına və oyuncaqsız yatacağına inanıram deyə bilərsiniz. Belə müəllimələr, son 20 sualın da izahı bu qədər. Bir daha hər birinizə uğurlar arzu edirəm. Yenə də deyirəm, birinci sualın izahına dediyim kimi, sonuncu sualın izahına da deyirəm. Ümumiyyətcə, müsahibə mərhələsində uşaq yönümlü olun, valideyn yönümlü olun, tələb yönümlü olun, sonra isə müəllim yönümlü. Çünki müasir metodikaya əsasən uşağın meyl marağı, uşağın yaş xüsusiyyəti, uşağın temperamentləri, intellektləri, bütün bunlar daha önəmlidir. Hələlik gecəniz xeyrə qalsın. Çünki bu izahı siz nə zamanda dinləsəz, mənim üçün artıq gecədir. Hələlik müəllimələr, sağ olun.